Herkese salam dostlar. Bugün makyaj videosudur. Bir yerde söhbət eləyə makyaj eləyə dedim. Və TikTok'da da bəlkə bir çoxunuzun gördüyü bürclərə görə makyaj mənim də çox marağımı çəkir. Çünki deyirlər ki, bürcümüzə görə makyaj eləsək bizə daha çox yaraşarmış. Bürclərə inanmayan biri olaraq dedim bürclərə görə makyaj eləyək. Makyaja mənim bürcüm qız bürcüdür. Bürcümə uyğun olan tapdığım makyajların çoxu tam clean girl makyajı idi. Elə mənim gündəlik həyatımda da elədiyim. Amma onu eləsək məncə çox da maraqlı olmazdı. Ona görə tapa bildiyim ən belə gözləri ön plana çıxaracaq makyaj tapdım. Onu yəni sizə də qoyacağım. O makyaj eləməyə çalışacaq bugün. Elə dəri makyajından başlayacağım. Birinci elə dudağıma nəmləndirici çəkim. Hara qoyduğumu tapsam çəkəcəm. Aa, ciddi hara koydum. Cibime atmışammış. Ben ümumiyyətlə makyaja başlayan həmişə birinci nəmləndirici çəkirəm dodağıma. Sonra güneş kremi. Amma bugün güneş kremini eləcə çəkməyəcəm. Tonalini mən çox istifadə eləmirəm. Amma makyajda biraz dəri rəngi də fərqlidir. Ona görə elə təmdən aldığım tonalini güneş kremi ilə qarışdırıb çəkəcəm. Çok melatom görürsün. Ha, yok değilsin, tamam. Ayarımda eləmişim. Bugünkü mövzumuz biraz da dostluqlar olsun. Mənim həyatımda ən ön planda olan, ən önəm verdiyim şeylərdən biri dostluqlardır. Çünki ailəmizi seçə bilmirik. Və həyatımızdakı doğduğumuz yeri, maddi və ya mənəvi şansları çox vaxt seçə bilmirik. En azından dostlarımızı seçə bilirik. Bu bəncə həyatımızdakı tək şanslarımızdan, ən böyük şanslarımızdan biridir. Tək deməyim. Ona görə mənim üçün dostlar çox vacib bir məsələdir. Sponge fırçamı qoymuşam. Bir dəqiqə. Ona görə məncə dostluqlar çox önəmlidir. Çünki dediyim kimi ailəmizi seçə bilmirik, ətrafımızdakı işte üniversitete girdiyimiz qrupu seçə bilmirik, onu seçə bilmirik, bunu seçə bilmirik. Ən azından dostlarımızı seçə bilirik. Bu məncə çox böyük bir şansdır. Amma dostları seçərkən də bəzən xətalar eləyə bilirik. Məsələn, mənim məktəb dostluqlarımın heç birindən demək olar ki, məmnun deyiləm. Allah, saçımı da saldım. Ona görə mənim indi tanıdığım 3 dostum var. Və onların ikisi mənim universitet qrupumdandır. Biri də o dostumun dostudur. Yəni, elə tanışmışıq. Allah, bunu yedirməyə nə çox çətin oldu. Ona görə məncə dostluqlar çox vacibdir. Yanında rahat hiss elədiyimiz, özümüzü necə ki cəmiyyətə çıxarkən bəlli bir maskalar qoyuruqsa, dostlarımızın yanında məncə o maskaları qoymaq məcburiyyətində hiss eləməməliyik özümüzü. Yəni tənqid olunmayacağımıza inanacağımız şəkildə hər şeyimizi, hər düşüncəmizi rahatca paylaşa bilməliyik dostlarımızla. Məncə önəmli olan budur. Belə. Məncə pis olmadı, sadəcə rəng olaraq gözümə bir sarı gəlir. İndi konsealer çəkək. Məndə Rivalme'nin belə bir konsealeri var. Bir nömrəsi də Ivory. Mən bəyənirəm bu konsealeri. Yəni, gündəlik həyat üçün məncə yetərli örtücülüyə malikdir. Çünki mən normalda tonalini işlətmirəm, sırf konsealer işlədirəm. Ona görə onu da çox ağır seçməməyə çalışıram. Yəni dostluqlar bəlkə də həyatımızı ən yüngülləşdirən nöqtələrdir.
Məncə dostluqlar həyatımızı çox rahatladır. Şəxsən mənim adıma elədir. Bəzi nöqtələrdə özümü yalnız hiss elədiyimdə ya həyat yorucu olduğunda bizim üçün bir nöqtədə dinlənə biləcəyimiz bir limandır məncə həmçinin dostlar. Ona görə dostlar məncə çox önəmlidir. Dostlarınızı seçərkən çox diqqət edin. Mənim dostlarımı seçərkən çox belə necə deyim, insanların üzünə gülüb arxasınca danışan insanları heç sevmirəm. Heç sevmirəm. Mən nəyəmsə oyam məsələn. İnsanı sevmirəmsə, yəni 100 metr ötədən belə baxsam bəllidir ki, mən bu insanı sevmirəm. Amma bəzi insanlar var, elə deyil. Mən bunu anlamıram. Bir insanı sevməyə bilərsən. Sevməyə bilərsən dediyim mütləq bir nifrət olmalı da deyil ortada. Yəni sadəcə sevmirsən, sadəcə xasiyyətləriniz uyuşmur. Yəni bu normaldır məncə, ola biləcək bir şeydir. Amma insanlar elə davranırlar ki, sanki şeydir, nədir onun adı? Sanki hər kəslə yaxşı yola getmək zorundaymışıq kimi. Deyilik. Hər kəslə yaxşı yola getmək zorunda falan deyilik. Sevmədiyimiz insanlar ola bilər. Sadəcə yəni ən basitindən xasiyyətlərimiz, düşüncələrimiz üst-üstə düşməyə bilər və həyata baxış tərzimiz tam fərqli ola bilər. Belə insanlarla sadəcə yəni salam sağ ol deyib keçmək ya da maksimum eyni ortama düşəndə necəsən, həyat necə gedir, söhbət edib keçmək normaldır. Yoxsa ay o şeylər, saxta qucaqlamalar, gördüyü hər insanı tutub qucaqlayan insanlar mənə çox saxta gəlir. Bir də hər kəslə yola gedən bir insanla mən yola gedə bilmərəm. Çünki yəni heç mi xasiyyətinin üst-üstə düşmədiyi bir insan yoxdur. Yəni hər kəslə yola gedirsənsə, burada bir problem var mənə görə. Yəni iş yerində tamam yola veririk, o heç onu mən də eləmişəm işləyərkən. Necə olur ki, sənin yəni yola getmədiyin bir insan yoxdur. Adi yəni mənim indi həyatda dair prinsiplərim çoxdur. Amma məsələn deyim, nümunə deyim, mən sevgilisini aldadan bir insanla dost olmağı qəbul eləmirəm. Nə mənada desəz, yəni bunu normal görürsə aldatmanı və özü də eləyirsə, bu mənə normal gəlmir. Yəni mən sevgilisini aldadan bir insanla dost ola bilmərəm. Məsələn, birinci kursda mənim qrupum vardı, 4 qız qrupu deyə. Öz qrupumuzun içində ilk gündən bəri aramız çox yaxşı idi, qrup qurduq. Yəni 5-6 ay falan da çox yaxşı idi vəziyyət. Dərdləşirdik, bir-birimizin çox şeyini, problemini bilirdik falan. Gəlin görün ki, mənim qrupda özümə ən yaxın gördüyüm, işte nədir onun adı, ən belə həyat problemlərimiz də bir-birinə bənzər olan, məni anlamalı olan insan neynədi? Getdi bizim dostlarımızdan birinin sevgisi vardı və yəni uzun müddətli bir ilişki idi. Xatırlamıram tam nə qədər vaxtlığı idi. Amma uzun müddətli bir ilişki idi. Və qızla, yəni mən oğlana güvənmirdim. Yəni tam araları yaxşı danışırlar ellər, amma bu oğlanda bir şey var. Və mən qızın özünə dedim ki, bu oğlan səni sevirmiş kimi deyil. Və şey idi, biz birinci kursuyduk, oğlan şey idi, hazırlıq dönemində idi hələ. Və bu insanlar 2-3 ayda bir görüşürdü. Amma keçmişdən falan danışanda baxırsan ki, qız bununla görüşmək üçün həm hazırlığa getməyib, onu eləyib, bunu eləyib. Mən deyirəm ki, bu uşaq yəni səninlə görüşmək üçün bir dəfə beləmi hazırlığa getməməzliyi eləyə bilmir. Yəni 600 bal falan yığmağı planlamır herhalde ki, planlamırdım. Mən deyirəm ki, yəni bu uşaqda bir anormallıq var da, yəni bu uşaq niyə sən tez-tez görməyə gəlmir? Düşünün, qızın binaların altında hazırlığa gəlir bu uşaq. Amma gəlib qızı görmür. Bu uşaq qızı görməyə gəlmirdi. Yəni 2-3 ayda bir görüşürdülər. Onda da ki, yəni fikir bildirmək istəmirəm. Amma yəni burada bir problem vardı. Və bilirsiniz problem nədir? Bir tərəfdən də uşaq bu qızla köhnə sevgilisi varkən danışmağa başlayır. Yəni bir nöqtədə bu qızla köhnə sevgilisini aldadım. Mən bu qıza anlatmağa çalışıram ki, bax bu uşaq sənlə başqasını aldadıbsa, başqasıyla da səni aldadar. İnsan mizacı eynidir. Sən tam gözəlsən, eləsən, beləsən, amma özəl olacağına inandıran nə var da səni, yəni
Dediyim kimi səninlə başqasını aldadıbsa, başqasıyla da səni aldadır. Həyatımda ilk dəfə qaşımı qələm çəkdim. Amma çox normal görsəndi, mənim rəngim deyil deyəsən. Hə, yəni bu uşaq eləyər bunu. Nəyinə əsasən bu uşağa güvənirsən? Yəni biraz da uşaq haqqında danışanda, yəni qıraqdan baxan biri olaraq bu uşağın səni sevdiyinə belə inanmaq olmur. Qaldı ki, səni aldatmayacağına inanmaq. Ki, uşaq aldadırmış bunu. Bir dəfə də bunun anası da biraz sıx ailədə idi. Yəni biraz sıx qaydaları olan ailəsi idi qızın. Mən bir dəfə bunların görüşməyinə kömək elədim. Güya ki, mənlə görüşürmüş kimi ailəsinə lanse elədi. Yəni göstərdi ki, hə, yox, mən Zeynəbnənəm, kitabxanaya gedirəm, nə bilim, nə falan. Və şey elədi. Nədir onun adı? Beynim yandı. Ay, mən qaşlarımı daramayacağım. Əl çəkin. Geri fikir dəyişdirirəm. Bu tərəf normal oldu, bu tərəfi alındıra bilmirəm. Niyə? Hə. Qaza başa salmağa çalışıram ki, bu uşaq səni sevənə oxşamır. Sənə dəyər verənə oxşamır. Bax, diqqətli ol ən azından. Bir dəfə də mən bunların görüşməyinə kömək elədim. Yəni, qrup içində də oğlanı görmüş olan tək mən oldum. Yəni, canlı həyatda. Və mən də görsəniz şeyəm. Bu qızı gözləmişəm, bu qızla gözləmişəm, qızı görüşə hazırlamışam, saçını hörmüşəm falan eləmişəm. Və oğlan gəldi, mən direkt şey oldum. Oğlanın dostu falan da gəlirdi. Yəni, qrupca görüşürdülər deyəsən, tam anlamadım. Hə, mən direkt qalxdım, hə, salam verdim, evə getdim. Yəni, heç qalıb söhbət eləməyə, şey eləməyə niyyətim olmadı. Sonra mən bir dəfə bu uşaqla küçədə qarşılaşdım. Hani, sonra gəldim, mən bu qıza bunu danışdım. Sonra da mən sosial media hesablarımdan mən bu qıza dedikdən sonra ki, bu uşaq güvənilərə oxşamır. Bu qız mənə qarşı zaten bir qəribələşməyə başladı. Sosial media hesablarında deməli onun sevgilisinin əmsi oğlumundan mənə takip atıb. Və mən də bu qıza zamanında demişəm bunu. Qəbul eləmişəm, demişəm. Sonra üstündən bir ay mı keçdi, nə belə başladı bu qız təzədən şeyə. Ki, birdən-birə bu sevgisindən şübhələnməyə başlayıb özü də bəlli ki. Başladı mənim üstümə gəlməyə ki, ay işte şey, sən mənə xəbər verməmsən ki, nə bilim şey, mənim sevgilimin əmsi oğlu sənə takip atıb. Niyə mənə xəbər verməmsən? Çıxardı onu. Mən də dedim ki, ya mənim nə qədər yaxın dostum belə olsanız, mənim bir şey eləməyim üçün mənə məntiqli bir səbəb verməlisiniz. Yəni mənim üçün hə, dostum dedi, mütləq eləyəcəm deyə bir şey yoxdur. Onları da yəni neçə aydır tanıyıram, yəni bir neçə aydır tanıyıram. Siz mənim iradəmin, düşüncə tərzimin səbəbi ola bilməzsiniz. Yəni o qədər də deyil. Mən də dedim ki, niyə də işte qızın adını deməyim. Niyə? Mənə səbəbdir, bu dəqiqə çıxardıram. Mənə məntiqli bir səbəblə gəlir ki, bu uşaq belə-belədir. Ya nə bilim, bu uşağın sənə takip atmanda falan məqsəd var. Mən çıxardıram bu dəqiqə. Amma qız şeylədi. Yox, sən şeysənsə, həqiqətən mənim dostumsansa, mən deyəndə eləməlisən. Amma mən dedim, başa düşmədim, yəni nə bilim, nə falan. Siz demə, bu mənim özümə yaxın gördüyüm, dərdlərimiz yaxın olan insan neyniyib? Gedib qızın beyninə soxub ki, bu qız səni sevgilivi görüb, sənə sevgilivi pisləyir, 100% özü oğlandan xoşu gəlib, işte sizə ayırmağa çalışır falan. Yəni, bu arada o qız çox net əmindir ki, mənim elə bir düşüncəm yoxdur. Buraxın, yəni mən sevgilimin eksinə belə baxmaram. Yəni, mənim üçün sevgilim nədir? Dostumun sevgilisi nədir? Eksinə belə baxmaram. Ki, nədir, özü belə desə ki, ay mənim ona qarşı istərim yoxdur, vecimə deyil. Yenə də mənim gözümdə bu normal deyil. Və nədir onun adı? Bu mövzularda çox tərsəm, çox sərtəm və yəni, net bir şəkildə düşüncəm bu yöndədir. Çünki mənim də dostlarımdan hər hansı biri mən köhnə sevgilimdən falan sevgili olsun, mən o insandan əlaqəmi kəsərəm. Görüntüdə orada çillər də var idi. Həyatımda ilk dəfə də olsa çillər eləməyə çalışacağım. Qaş qələmidir. Nöqtə qoyacağım, sonra əlimlə biraz dağıdaram. Çox pis oldu. Burnumdakiler çok pis oldu. Aynen. Burada pis oldu işte. Biraz yumuşaldandı belki. Normal görsellermiş gibi geldi. Ha, option. Kız gidip bunlara bu düşünceni yedirip bizim grupta da 1-2 problem olmuştu öyle. Ne bileyim, kız, iki dost olan kız
biri o birisinin eksindən hələ də əlaqəsini saxlayırdı. Sevgili deyillər, amma hələ də əlaqəsini saxlayırdı. Və qızın şəkillərini falanı gedib qızın əksinə atırdı. Nəysə ki, bu söhbətdə də bu arada ən çox səsini çıxardan, ən çox o qızı tənqid edib ağzına gələn deyən mən olmuşam. Bu birisilər gizlədib eləyib falan. Nəysə, buna rəğmən bunlar da gedib bu qıza inanıb falan. Nəysə, mənim də səbrim orada tükəndi. Dedim ki, siz nə var? Yəni, mənə dair belə bir qram belə düşüncəniz varsa, bu iş bitdi. Mən o insanlardan sonra eyni qrupdayıq falanıq. Yəni, düşün, 6 aydır mən demək olar qrupda digər insanlarla dəhşət çox əlaqəm yoxdur. Ancaq onlarla söhbət eləyirəm. Ancaq onlarla yaxınam, hər mövzuda. Gəzməyə gedəndə falan da bir yerdə gedirik. Ay Allah. Çillər qəribə oldu. Çox çilə oxşamadılar, amma neysə, varsayaq ki, oxşuyurlar. Hə, nəsə burada bir başladı ki, söhbət qəribələşməyə. Mən də görürəm ki, bu nəsə normal deyil də. Mən bunlarla əlaqəmi kəsdim, hamısını bloka atdım. Falan. Yəni, düşünün, ən belə dərdləriniz ortaq olan, eyni ağır şeylərdən keçmiş olan və ən güvəndiyiniz insan arxanızdan bunu eləyir. Ona görə universitetin heç vaxt ilk ilində qurulan dostluqlara o qədər güvənməyin dostlar. Mən həmişə deyirəm, həmişə deyəcəm. Yəni bu fikrimdə həmişə sabit qalmışam, həmişə də sabit qalacağam. Gözün üstündə orada şey var idi. Biraz belə karışıq tərzi bir rəng var idi. Baz olaraq keçilmiş kimi mən də keçəcəm indi gözlərimə. Yəni düşünün ki, belə şeylər eləyirlər bu insanlar. Ona görə qurduğunuz dostluqlar çox vacibdir və siz bunu eləyən qız necə biri idi? Sevgi iki insanla eyni anda danışırdı. O birisinin yanına gedəndə o birisinin nömrəsini, danışıqlarını arşivə atırdı və şey eləyirdi. Telefonda uçaq moduna, təyyarə moduna qoyurdu ki, zəng falan gələnməsin. Yəni o çünki mesaja baxmayanda falan ya da uzun müddət sonra zəng eləyib danışırdılar. Belə bir insan gəlib məni belə bir şeylə günahlandırır və o birisi ağıllılar da buna inanıb. Və deyəcək bir şeyim yoxdur. Sonradan nə bilim peşman oldular. Gəldilər sonra mənə dedilər ki, bizə filan qız deyib bunları falan. Və yəni, mənim üçün biraz şok nöqtəsi idi. Əslində dəhşət şok nöqtəsi deyildi, amma yenə də çox da gözlədiyim bir şey də deyildi. Çünki dediyim kimi o qızla bizim dərdlərimiz o qədər bir-birinə bənzəyirdi və mən o qızın yanında olmuşum. Yəni sadəcə pis hiss eləyirdi ya. Əhmədliyəyəm, mən Biləcərdə qalıram. Əhmədliyə aparıb bu qızı qoyub elə evə qayıtmışam. Yəni yolumu ən az bir saat yarım əlavə uzatmışam. Ki mənim yolum onsuz uzundur. Düşünün, yəni mən belə şeylər eləmişəm. Bu qızın nə bilim yanında olmuşam hər dərdində. Başqaları onu yargılayarkən o heç kimə danışa bilmədiyi şeylər gəlib mənə danışırdı. Və gün sonunda belə bitə. Mənim üçün artıq bu biraz gülməli gəlir. Burnuma kontur vurdum da nəsə qaraqdı kimi gəldi. Siləndə də getmirsən ki. Təbriklər. Anlıq mən silə geçmiş olmaq şeyliyim. Üstünə pıra vuraram. Adı bu da çox oldu sanki. Hə, yəni və antin-kuntin şeylər. Siz mənə baxmayın. Mən makyaj eləyərkən şeyləri dağıdıb sonra 10.000 dəfə düzəldirim. Belə də manyak bir insanam işte. Nə qaracıq. Hə. Yəni, ona görə dostlarınızı seçmək çox vacibdir. Mən inanıram ki, indiki dostlarım mənə elə bir şey eləməz. Bilirəm yəni. İnanıramı da keçdim. Bilirəm ki, elə bir şey eləməzlər. Çünki elə insanlar deyirlər. Ona görə dostluqlarınızı seçərkən həmişə çox yaxşı düşünün. Bu dostluqların sizə qarşı olmağına, ya sizə qarşı necə olduqlarına yanaş, başqalarına qarşı necə olduqlarına çox diqqət edin. Çünki bir insan sizinlə dostkən sizə çox yaxşı ola bilər. Burada heç bir qəribəlik yoxdur. Amma bir insanın əsl üzümsüz nədir? Başqalarına qarşı necə davrandığı. Bir gün başqasının arxasına danışan, dediyim kimi bir insanın üzünə gülüb arxasına danışan insan sabahsı gün bunu sizə də eləyəcək. Bəlkə göz qələmlərimi çəkim gəlim, çünki bu böyütümə çox uzun çəkəcək. Ona görə dediyim kimi sevgilisini aldadırsa bir insan mənim dostum ola bilməz. İşte nə bilim, baxın, sevgilisindən ayrılmağı gecikdirə bilər bir insan. Amma aldatmağı normal görmürəm. Sevgilisini aldatan dostunun da arxasınca iş çevirər. Mənim gözümdə bu belədir. Kim necə düşünmək istəyirsə düşünə bilər. Amma mənim gözümdə bu belədir və mən həmişə buna inanmışam.
Bu arada mən şeyə də önəm verirəm. Bir insan piskən yanında olmaq mənə görə daha rahatdır. Nəinki bir insan çox yaxşı ikən, uğurları bol ikən, hələ ki sizin uğurunuz o qədər yoxkən və yanınızdakı insan çox uğurlu bir insandırsa, onun uğurlarını qısqanmadan, paxıllıq eləmədən onun yanında qala bilən bir insan mənim gözümdə əsl dostdur. Çünki dediyim kimi belə insanlar çox az tapılır. Mənim ya da şey olur, tutam ki, qızın sevgisi yoxdur, dostumun sevgisi var. İşte özü tək qalır axı, başlayır qısqanmağa, onların arasını pozmağa çalışır. Bir də şeydən zəhləm gedir. Bu Azərbaycancasını nə deyə çevirə bilərik bilmirəm, enişteci qızlar. Nə yaşayırsınız siz? Yəni dostunuzun sevgilisine baxmaq nə deməkdir? Nə yaşayırsınız? Və bunu necə özünüzə sığışdıra bilirsiniz? Yəni də, şimdi baxın, enişteci qızlar əsla normal gəlmir. Mənə görə yaxın dostunuzsa heç vaxt sizin zövqləriniz üst-üstə düşməz. Düşə bilməz. Baxın, yəni düşənməz ya. Biz ortada bir küçədə otursaq, tutam 4 qızıq da dost olaraq. Otursaq, keçənləri qiymətləndirsə, heç birimizin şeyləri, bəyəndikləri üst-üstə düşməz. Çox nadirən üst-üstə düşər. Bizim tək ortaq nöqtəmiz, deyim də kimdir? Theo James'dir. Bu Divergent'daki For aşkımız. Bir de Henry Cavill'di yani. Ki o sadece bence biz 4 kızın değil, birçok kızın ortak nöqtəsi olabileceği insanlardılar. Onun dışında bizim real hayattan üst-üstə düşmə ihtimallarımız yoxdur. Məncə bu dostluqda bu da çox vacibdir. Bir də şey, tənqid eləməyi mən əsla qəbul eləmirəm dostluqlarımda. Düzdür, mənim güvən problemlərim var. Bu özümü bildim biləliyə olan bir şeydir. Yəni buna görə dostluqlarımı qınaya bilmərəm. Çünki mənim özümə qarşı, ailəmə qarşı, hər kəsə qarşı güvən problemim var. Və bir insana dərindən güvənməyim çox uzun müddət istəyən bir şeydir. Allah, kör elədim gözümü. Göz içimə qara qələm, qəhvəyə qələm çəkəcəm bir də altına. Sonra onu dağıdacaq fırça ilə. Ona görə dediyim kimi dostluqlarda birçok şey vacibdir. Mən yəni əgər dostumun yanında dərdimi rahat danışa bilmirəmsə, ailəmə dair reallıqları gizlədərək danışıramsa, burada bir problem görürəm yenə də. Dostlarını dəstəkləməyən insanlar mənə çox qəribə gəlirdi. Yəni belə, tutalım ki, mən indi YouTube'a başlamışam da. Dostlarım məni dəstəkləməyəcəksə, məni başqa insanların dəstəkləməyini gözləmək daha qəribədir. Yəni sənin ən yaxının dediyin, güvəndiyin insan səni dəstəkləmir. Kimdən gözləyəcəksən o dəstəyi onda? İndi bunu biraz şeyləyək, fırça ilə dağıdaq. Bu taraf sanki daha çox çəkdim. Ay, axırda fırçam. Onu da götürüm gəlim. Ona görə dostluqlarınızı seçərkən həmişə bəlli bir kriteriyalarınız olsun. Onlar əsasında gedin. Amma üstündə məntiqli düşünülmüş kriteriyalardan danışıram. Dediyim kimi, yəni sevgilisini aldadan sabahsı gün sizin arxanızdan iş çevirər. Enişteci qızlar məncə hamımız, heç birimizin yəni normal gördüyü bir şey değildir deyə ümid eləyirəm. İndi sanki bir tık daha yeni görsəndilər gözümə. Yaxşı, biz kirpiklərə keçək. Mənim ən böyük makyajda problemim odur, kirpiklərim tez bazar düzləşir. Kirpiklərimi də düzəltdim, gəldim. Qalır dodaqlar. Dodaqlar üçün 2 renk qələmim var. Hansını eləyim bilmirəm. Bunu eləyəcəm. Bu adı üstü silinib, bilmirəm ki. Bu el ucuz aldığım bir qələmdir. Qəddəmə şəklimə baxdım. Bir də dostluqlarda çox önəm verdiyim şeylərdən biri də nədir?
yanında rahat hiss eləyə bilmirəmsə, mən çox anormal bir insanam. Küçənin ortasında hər cürə dəliliyi, təbii ki, ədəbdən kənar və şeylərdən danışmıram da. Yəni rahatcınam, hoppanıram, düşürəm, deyirəm, gülürəm. Bir də görürsüz o hoppana uşaqlar kimi yeriyə bilirəm. Yəni elə şeylər eləməyi sevirəm. Yəni nə bilim, çox yüksək olmayacaq şəkildə mahnı oxumaq. Amma əgər dostum məni belə şeylər eləmək istəyəndə qısıtlayırsa, bunu da problem olaraq görürəm. Dodaq qələmimi çəkdim, üstünə də gloss çəkəcəm. Çünki makyajda da çox iddialı bir dodaq yox idi. Daha belə parlaq görsənən. Belə. Makyajımız bitti. Saçımı da, ayda saçım biraz yağlıdır. Açsam mı, açmasam mı? Geç oldu sanki. Belə. Açıq qəribə gəlir. Uzun vaxtı belə makyaj eləmədim. Bu gözümün linerini çox bəyənmədim, amma üstünə düşməyəcəm. Üstünə düşsəm bir saat onunla oynayaram. Saçımı açmağı yoxlayaq. Bəlkə qəşəng görsənir. Bir ümiddir yaşamaq. Məncə çox qəşəng oldu.